Salam dostlar, xoş gördük hər birinizi. Uzun aradan sonra istədim güllərimin videosunu yenidən sizə çəkim, paylaşım. Siz də inşallah baxıb abunə olmağı, bəyənməyi unutmayın. Deməli başlayıram buradakı pəncərəmdən. Buradakı pəncərəyə mən həmişəki kimi orada mənim çətir gülümdür. Sonra gəlir bir nəzər gülü qoymuşam ora. Bir bu süt ağacı kaktusumdur və burada yeni əkdiyim qılınc gülümdür. Sonra burada kəpənək gülümdür və bunu mən hərdən belə qabın yerini dəyişirəm ki, işıq tərəfə belə istiqamət eləyir yarpaqları. Sonra burada var belə yarpaqları bu formada olan begoniyam. Mən begoniyaları çox sevirəm. Hərçənd çox da bitirə bilmirəm begoniyaları. Amma bu maşallah yaxşıdır. Sonra onun yanında yarpağı belə olan begoniyam var. Və bunun mən qabını dəyişməmişəm. Çünki biraz həssas güldür. Hələ ki dəyişmək istəmirəm. Belə də çiçəkləri var. Maşallah yerindən məmnundur. Bu formada. Bu pəncərədə olan güllərimdir. Sonra burada stolun üstündə mən sanseveriyaları yığmışam. Deməli belə bir sort sanseveriyam var mənim. Yarpağı baxın. Belə. Sonra bir belə formada olan sanseveriya da var. Bunları yeni əkmişəm bu arada. Artırdıqlarımdan bu böyük qabda varımdı. O xarab oldu. Belə bir balasını ayırmışdım mən. Bitib. Bu yeni yarpağıdır. Sonra belə bir sanseveriya sortum da var. Bunun yarpaqları da belə bu formadadır. Belə. Çox qəşəngdir. Bunu yəqin ki görmüşdünüz. Kənarları sarı olandı. Sonra bu sortda kənarları bu formadadır. Ortasından belə yaşıl boşluğu var. Bir də bu var. Bu sanseveriyada. Bunda baxın, yarpaqlarını göstərim sizə. Bu da qəşəng formadadır. Bu gülüm də bundan bir dənə qalıb məndə. Yarpağı kənarları orta hissəsi belə ağ, kənarları yaşlı olan sortum xarab oldu, getdi, bu qalıb. Burada da belə sarmaşıqlar əkmişəm. Tutublar, bunlar da yaxşıdırlar. Şükür ki. Sonra keçim bu hissədə də, burada da deməli bu çətir gülündən artırmışam. Burada da qoymuşam. Sonra bu gülüm də var. Bunların adını təəssüf ki yadımda qalmır. Amma çox qəşəngdir. Sonra belə bir draseniyam var burada. Yeni yarpaqları çıxır oradan. Sonra burada mələk qanadı güllərimdir, singoniumlardır. Burada bilməm 2 sort olmalıdır deyəsəm. Sonra belə bir draseniyam da var. Sadə formada olan draseniya da var burada. Sonra bu sanseveriyaları da artırmışam, amma yenidən yenə balaları çıxıb oradan. Sonra bu monsteramdır. Bu yarpağı baxın, yarpağında belə bilmirəm adını dəqiq, amma yarpağında belə naxış kimləri var. Belə bir draseniyam da var burada. Və alokasiyadır. Hə, alokasiyadır. Burada da 2 sort olmalıdır. Və potos sarmaşığım. Bunu da qabını dəyişdim. Çünki torpağı heç xoşuma gəlmədi və dəyişdim. Bunlar da bu formada buradadılar. Mən hərdən bunların yanına belə, məndə buxar aparatı olmadığına görə bir su qoymuşam ora. Bir də arada su püskürtürəm üstlərinə ki, nəmişlikləri olsun. Yəni qışdır. Otaq çox havası yoxdur, qurudur havası. Ona görə güllərin yarpaqlarına pis təsir etməsin deyə belə üsullardan istifadə edirəm. Bu hissədə də zala yığdığım güllərdir. İndi onları da sizə göstərim. Deməli bu güllər o qədər də yəni işıq olmasa da belə ortamda yaşayan güllərdəndir. Bu gülün qabını dəyişdim. Belə böyük qaba keçirmişəm. Burada monsteram vardı mənim bu qabda. Amma dəyişdim. Bu qaba keçirdim. Burada yeni yarpaqlar var. Həm güllərimin torpaqlarını dəyişdim. Çox bir hissəsini. Torpaqları xoşuma gəlmirdi.
Və yaxşı torpaqda eləyəndən sonra başladı güllərimdə. Bax görürsüz, yeni yarpaqlar da verirlər. Yəni əsas torpaqdan çox şey asılıdır. Sonra bu aglonemadır. Sadə belə yarpaqlı olanı. Yəni onu da artırmışam. Buradan görürsüz artıq belə zoğlar da çıxır. Belə sort Syngoniumdur. Baxın, yarpağı belə formada. Sonra burada belə bir sarmaşığım da var. Belə qəşəngdir. Bu da var. Bunların adlarını təəssüf ki mən bilmirəm. Yeni yarpaq verib buradan. Sonra bu sarmaşığım da var. Bu da artıq inkişaf edir. Sonra belə aglonema var. Yarpağı bu formada olan. Qəşəngdir. Bunları da bura qoymuşam. Hamısında yeni yarpaqlar var. Yəni qış olmağına baxmayaraq hamısı yeni yarpaq verirlər mənə. Belə Sansevieria sortum da var. Bundan 2 qabı var məndə. Birini gətirib bura qoymuşam. Bu sarmaşığımda baxın, çox gözəl yarpağının forması var. Naxışı. Qəşəngdir. Bunlar çox su istəyirlər. Mən bu Sansevieria yox, bu sarmaşıqlara çox su verirəm mən. Belə bir aglonemum da var orada. Yarpağı bu formada olan. Bu sarmaşıq da var. Rəngi bu rəngdir. Limon rəngidir. Sonra türklərin buna kuş qonmaz deyirlər. Bu da çox xoşum gəlir bu güldən mənim. Yaz olan kimi bundan da artıracağım. Yarpağının çox gözəl forması var. Bunu da qoymuşam. Baxın, burada bu gülümün də yeni yarpaqları çıxır. Burada da monsteramdır. Qabını dəyişmişəm. Torpağını dəyişmişəm. Düzdür, yarpaqları biraz formadadır. Məncə bunlar havanın quruluğundandır. Evdə hava o qədər qurudur ki, yarpaqları belə içə doğru qıvrılır. Amma yenə mən su püskürdürəm. Belə suyun vaxtında verirəm. Yəni bu yarpağın böyüklüyünü görürsünüz, çox qəşəngdir. Onun yanına da belə Syngonium var. Burada bəlkə bir 4-5 sort var yarpağı. Bu formada olan var, bu forma var. Belə bir forması var. Ən yaxşısı ayrı qablarda çox yer tutur. Ona görə belə qablarda istifadə eləmişəm. Burada da böyük qab olan Sansevieria'mdır. Onu qoymuşam. Belə. Yanında da belə bir sarmaşığım var. Bunun dibində də çaydır. Dəmlənmiş köhnə çayları tökürəm dibinə. Deməli, gəldim bu hissəyə də bu polkanı qoymuşam. Burada mənim xırda güllər də yığmışam. Yuxarıda belə bir sarmaşıqlarım var. Yəqin ki, bunları görmüsünüz əvvəlki videolarda. Ora qoymuşam. Sonra bu hissədə mənim hoyam var bu formada. Bu mən alandan sonra çıxan yeni yarpaqlarıdır. Sonra mənim burada qalbə qarşı ən çox sevdiyim güllərdəndir. Budur. Sonra burada monsteralarımdır. Deməli, yarpağı bu forma olandı və bu formada olandı. Bu sarı formasıdır və onun yanında ağ yarpaqlı olanıdır. Belə yığmışam. Sonra bu mənim bu sort hoyamdır. Bundan mən nə qədər əkirəm, bitirə bilmirəm. Və aldım bunu, gətirdim. Sonra qabını dəyişdim. Gördüm çürümə gedir, təzədən çıxardım. Bir də əkdim. İndi bilmirəm hal-hazırda vəziyyəti nə yerdədir. Amma bu formada qalıb. Sonra bu da var. Bu hoya da var. Bunlar yaxşıdırlar. Aglonema var burada. 2 budaqdır belə. Bu yarpağı bu forma olanı da var. Sonra burada belə sort hoya var. Baxın, göstərim sizə. Sonra bu sort da var. Və belə bir sort da var. Bunu mən çoxdan axtarırdım. Əkmişəm. İnşallah ki, tutub. Bu hissədə də bu hoya da var məndə. Bu sarmaşıq kimi olan da var. Sonra bu peperomiyadır deyəsən.
var. Zamikulkasdır. Baxın, artırmışam orada, bitib. Spatfiliumdur. Görün bitirə biləcəm. Məndə çox vaxt bitmir spatfilium. Aşağıda bu Pieladır deyəsən, hə. Monstera artırmışam. O var. Hoyalar var burada. Bu sadə hoyalardır. Bu da gözəldir, böyüyür. Hə, bu sadə hoyalardır. Belə burada bu hissəni yığmışam. Sonra keçim bu hissəyə. Burada qoymuşam nəzərgülün. Oradan deyəsən tumurcuqlardır, nəsə belə bir şey görsəndir. Sonra bu kalonxoyadır. Bu pəncərə önünə qoymuşdum, amma orada pəncərənin altında radiator olduğuna görə gördüm çox istidir. Ona görə gətirdim bura. Bu qıvırcıq olan nə idi bunun adı? Yadımdan çıxıb. O formasıdır. Belə bir sarmaşığım da var burada. Sonra bu begoniya da var məndə. Yarpağı bu forma. Baxın, yeni tumurcuqlu. Bilmirəm bu tumurcuqdur, yoxsa yarpaqdır. Nəsə axırı var orada. Monstera. Bu sadə olanıdır. Sonra belə bir skelett dövüdür deyəsən bu. Bu da var və o böyük Sansevieria idi. O məhv oldu. Ancaq baş hissədən bunu xilas eləyə bildim. Bu da ki bitib. Yaxşıdır. Sonra burada nə var? Mən kaktuslarımdan bura yığmışam. Bu qabını dəyişdim. İkisini bir yerə əkdim. Burada düzdür günəş düşür. Mən qəşəng götürə bilmirəm onu. Bir də belə çəkim. Belə çəkim. Sonra günəş gedəndən sonra onları gəlib çəkərəm mən sizin üçün. Burada da deməli birinci yuxarını göstərim. Daraqgülümü qoymuşam ora və bir dənə də Sansevieria qoymuşam ora. Yuxarıda, yəni o suyu çox sevmir, ona görə qoymuşam. Daraqgül də belə yuxarıda olanda yəni istəmir ki ona toxunsunlar, ona görə orada qalır. Sonra mənim şefleradır, yeni şefleramdır. Bu da onun yeni yarpaqlarıdır. Məndə gələndən sonra olan yarpaqlarıdır bu. Ficus Benjamin sortudur. Çox bəyənirəm o gülü. Ona görə ondan da almışam. Bu qaba da bu Sansevieraları qoymuşum ki bir yerə əkəcəm. Sonra yenilərdən burada Hoya var. Variegata sortu belə. Çox qəşəngdir. Sonra bu begoniyadan baxın artırmışdım burada, amma nəsə belə xarab olub gedir. Sonra belə bir bu yadımdan çıxıb bunun da adı. Sonra bu daraqgülünün bu növüdür. Mən çox sevirəm bunu. Artırmışam orada. Belə bir Syngoniumum da var və potos sarmaşığı yenə burada qabını dəyişdim, əkdim. Hoyam, belə bir sort hoyam və bu da məndə yenidir. Çox bəyənirəm yarpağının formasını, ona görə almışam. Və mənim həmişə bəlkə əvvəl videolarımda görərsiniz, bu sadə forma olan Syngoniumumdur. Çox böyük idi məndə. Amma hal-hazırda olan vəziyyəti budur. Bunu da bu vəziyyətə mən özüm gətirmişim. Çünki onun qabını o qədər dəyişdim. O qabdan bu qaba, bu qabdan o qaba, axırda yazıq bu vəziyyətə qaldı. Sonra belə bir spatfilium var. Baxın, yarpağı bu formada olan. Sonra bu alokasiyadır deyəsən. Artıq baxın, belə bir çiçəyi də var. Bir qabda əkmişəm bunu da. Sonra sənə göstərim. Belə bir hoyam var. Bunun burada hardasa mən çiçəyini də görürdüm. Artıq çiçək verəcəkdi. Bilməm hara düşdü. Onu da qabını dəyişdim. Qabı çox balacaydı. Sonra belə bir begoniyam var. Mən çox sevirəm bu begoniyaları. Sonra bizdə burada nə var? Belə bir begoniyam da var. Bu sortda var. Və bu da alokasiyadır. Bu bitirə bilmirəm. Eyni bu formada qalıb bunlar. Sonra burada artırmışam. O süd kaktusunu çox sevirəm. Ona görə artırmışam.
Sonra sizə nə çəkim? Bu aşağıdan çəkim. Monstera var orada məndə. Aşağı hissədə. Burada 200 sarmaşığı 2 qaba yığdım. Sonra belə bir sarmaşığım da var mənim. Bu yarpağı böyük olan formadır. Burada 2 cür singonium əkmişəm mən. Baxın. 2 cürdür. Sonra mənim ən sevdiyim güllərdən rəngli olan, baxın budur. Çox bəyənirəm bu gülü də. Sonra qarpız gülü. Bunu da bəyənirəm. Sonra bu alakasiyadır bu da. Çox qəşəngdir. Yeni yarpaq da verir oradan. Sansevieria artırmışam. Sonra bu çiçəyi belə fərqli olan kalanxoyadır. Ondan da orada artırmışam. Singoniumdur. Belə bir gülüm var. O da bilmirəm, adı yadımdan çıxıb. Sonra həmişə bitirə bilmədim begoniyadır. 2 qab əkmişəm. Maşallah ikisi də tutublar. Burada da kaktuslardır. Neçəsini yığmışam bir qaba. Yerim olmadığına görə belə əkirəm. Bunu sizə göstərim. Bu deyəsən aşkın göz yaşı. Hə, odur. Bu hissəni də yaxşı çəkmir. Günəş oradan düşüb. Ona görə o hissəni də, o pəncərədə də kaktuslar, sukulentlər falandır. Onlarda ayrı vaxtı çəkərəm. Göstərərəm sizə. Belə bir sanseveriyam da var. Bu da belə sortdur, qəşəngdir. Bu qədər çəkdim sizə, güllərimi göstərdim. Hazırki vəziyyətlərin. İnşallah bəyənib fikir bildirməyi unutmayın. Hələlik sağ olun.